Şəban ayının fəziləti. Bil və agah ol ki, bu ay çox şərafətli aydır. Bu ay Peyğəmbərlərin ağası Həzreti Rəsulullahın ayıdır. Peyğəmbər bu ayı oruç tutardı və mübarək Ramazan ayına birləşdirərək buyurardı: Hər kim mənim ayımda bir gün olsa belə oruç tutsa, cənnət ona vacib olar. İmam Sadiq əleyhissalamdan belə rəvayət olunur ki, Şəban ayı olacaq, İmam Zeynül Əbidin əleyhissalam səhabələrini ətrafına toplayıb buyurardı: Ey mənim səhabələrim, heç bilirsiz bu hansı aydır? Bu Şəban ayıdır. Peyğəmbər buyurardı: Şəban mənim ayımdır. Öz Peyğəmbərinizin məhəbbətinə və Allaha yaxınlaşmaq üçün bu ayı oruç tutun. O, Allaha and olsun ki, Əli İbni Hüseynin canı onun əlindədir. Atam Hüseyin İbni Əlinin belə buyurduğunu eşitdim. Əmir əl-Möminindən eşitdim ki, hər kəs Peyğəmbərin məhəbbətinə və Allaha yaxınlaşmağa xatir bu ayı oruç tuta, Allah onu özünə yaxın edər. Qiyamət günü öz kəramətindən ona lütf edər və cənnəti ona vacib edər. Kəfəmi Səffan Cəmmaldan nəqlən yazır ki, İmam Sadiq əleyhissalam ona belə buyurdu: Öz ətrafında olan şəxsləri Şəban ayının orucuna məcbur edin. Dedim, canım sənə fəda olsun, bunda nə fəzilət var ki belə? Buyurdu, bəli, fəziləti çoxdur. Peyğəmbər Şəban ayının ayını görəndə carçıya Mədinədə belə nida etməyi əmr edərdi: Ey Mədinə əhli! Mən Allahın sizə göndərilən elçisiyəm. Agah olun ki, Şəban mənim ayımdır. Allah rəhmət eləsin mənə bu ayda kömək edənlərə, yəni bu ayı oruç tutanlara. İmam Sadiq əleyhissalam Əmir əl-Möminin belə buyurduğunu deyir: Mən Şəban ayının orucunu Peyğəmbərin carçısını eşidəndən bəri tərk etməmişəm və ölənə qədər də onu tərk etməyəcəyəm. Sonra buyurur, bu iki ayın, Şəban və Ramazan aylarının orucu Allah tərəfindən məğfirət və tövbədir. İsmail İbni Əbdülxaliq belə rəvayət edir ki, İmam Sadiq əleyhissalamın yanındaydım. Şəban ayının orucunun söhbəti açıldı. Həzrət buyurdu, Şəban ayının orucunun fəziləti, hətta haram qana bulanmış şəxs bu ayı oruc tutsa, ona xeyirli olar və günahları bağışlanar.